Güzel dostlar, her vaxtınız xeyirli olsun. Bu müqəddəs məkanda, həqiqətən də müqəddəs məkan, insanın huzur tapdığı, bax bu valideynimizin yanında sizə istəyirəm balaca bir misal, məsəl bənzətməklə bir şeylər danışım. Ağac varkən, yarpaq varkən və s. Beləliklə, bəzi insanlar deyir ki, enerjimiz çatmır, yoxdur. Bu vaxtilə TikTok'da buna bənzər bir çəkilir olub. İndi YouTube izləyicilər üçün yenilənmiş versiya. Bax bu yarpaqlardır. Bunlar da görürsünüz belədir. Artıq yarımdandılar. Bu birisi çürümək üzrə. Bir sözlə, deməli məsələ nədir? Bax bir dənə ruh var, bir də biz varıq. Yəni hər kəsin ayrı-ayrı ruhu yoxdur. Sadəcə bir ruh var, biz də ondayıq. Necə ki bir dənə hava var və hər yerdədir. Amma otağın havası başqa, mətbəxin başqa, podvalda başqa, laboratoriyada başqa. Bu da səbəb odur ki, onların energetikası fərqlidir. Amma hava, kökü havadır onların hamısında. Burada da bir dənə ruh var, bu yeri, göğü, nə var hamısının özündə birləşdirib, saxlayıb, hamısı ondan yaranıb, onun enerjisinin məhsullarıdır, görsənin tərəfidir. Və misal çəkərək bənzətsəm, əgər bu ağacdırsa, yarpaqlar da bizik. İndi burada məsələ nədir? İnsanlar deyir ki, enerjimi çəkirlər, yorğun olurum filan və s. Burada çox amillər, səbəblər var. Mən ən sadələrindən, primitivlərindən danışıram. Deməli, əgər bu ağac, bu yarpaq, saplağı var da bunun. Bax bu, saplağı ilə budağa bitişikdir. Əgər bu oradan nəfəs almırsa, informasiya almırsa, enerji, bu başlayıb bax belə solacaq, qoruyacaq, məhv olacaq. Əgər insanlar öz ruhları ilə əlaqədə deyirlərsə, ancaq zehnindən yaşayırlarsa, əlbəttə ki, zehin onları biraz qorxu, biraz tamah, biraz dünəndə qalmaq, biraz sabahda, biraz nə bilim təşviş falan, narahatçılıq və sonunda onun bütün enerjisini soracaq və insan başlayacaq kənardakindən enerji almaq. Görəndə ki, bu biraz volümeni yaxşıdır, normaldir, bu uca bununla çəkəcək, bu birisi bununla bir-birinin enerjisini soracaqlar. Amma belə deyək də, burada biraz fərq var ki, bu öz ruhuna yapışıbsa, bunun enerjisini çəksələr də belə, qidalansalar da ondan, bu elə yerində qalacaq. Amma bu da qopsa, bunlar kimi, bunlar bir-birinə enerji alanda fiso, bu hala düşəcəklər. Çünki əsas o ruh ki var, ruhundan enerji gəlmir onlara, çünki qoşulmayıblar. Günah onların özündədir. Və əgər nəticə nə çıxır? Əgər sən istəmirsən sənin enerji alsınlar və yaxud da ki, özün almayasan enerji, yəni zehinlə düşünsən sənin enerjin gedəcək. Amma ruhundan yaşasan, ruhunun düşüncəsi ilə, baxış bucağı ilə həyata baxsan, o zaman enerjin qalacaq özündə. Çünki sən tükənməz bir enerji mənbəyinə. Yəni təsəvvürün də bu ağaca yapışıb, ağac da torpaqdan çəkir. Yəni sən ruhundan, ruhun da Allahdan. Tam bir şey də deyir, Allahın ipi içinizdədir, Allahın uzanan əlidir. O deyirlər, kitabdır, əhl-i beytdir, nə bilim filandır. Bunlar öz yerində. Amma ən vacib olan real. Sənin ruhundan qopsansa, zahirdə olan şeylər sənə bir kömək eləməz. Hətta zahirdəkilər olmasa belə və yaxud da sənin əleyhivə gəlsə belə, yetər ki, sən ruhundan yapışasın. Bütün o enerji, tok, nə bilim, icazə hamısı ruhundan gedir sənin üstünə gələnlərə. Sən ruhunla arın yaxşı olanda kimsə ilə bilir. O avtomatik onları söndürər ki, xeyir ola, mən verdiyim enerji ilə müqəddəslik adım bəhanə edib kiminsə üstünə gedirsiniz. Nədir sizi vecin almır. Nədir həqiqəti deyir, nədir yaradanın ipindən yapışıb. Yəni buna görə narahat olmağa dəyməz. Ruhunla bir yerdəsənsə o səni xilas edəcək. Hər şeydən, hər kəsdən. Bu belə. Keçək indi o birisi məsələyə. Bura qədər səhv eləmirəmsə
düşünürəm yanlış bir şey qalmadı, yəni anlaşılmayan. Sən ruhunla yaşasan, bunlar səndən enerji alsa da sənin enerjin getməyəcək. Amma zehninlə yaşasan, həm özün öz enerji verirsən, həm də bunların içində çıxsan, olan qalan enerjini gedəcək. Deməli, bunların yeganə problemi ruhundan qopmasıdır. Bunlar öz ruhuna yapışsa, sən heç kəs heç nədən narazı qalmayacaq, kimsə kimsənin enerjisini çəkməyəcək. Bunun ürəyinə keçən hər bir şeyi ruhu onu yetirəcək. İndi məsələ qalır nə? Ruh böyükdürsə bu boyda, bu balaca insan, fiziki bədən bunu nətər qəbul edə bildi? Bu da çox sadədir əslində. Yadınızdansa Musa gedir o 70 nəfərin dağın başına, orada deyir, ay Allah özünü göstər, bunlar görsünlər, əl çəksinlər məndən. Mən də Azərbaycan sayaq danışıram təbii ki. O deyir, görənmərsən də, o belə çətin məsələdir. Yaxşı, dirəşmirsən, sonra da bax, qarşıdakı dağı görürsən, hə. Dağa bir dənə işıq gəlir və yaradan işığı gələn ki, o məhv olur, parça-parça olur. Bu birislərin də ürəyi gedir qorxudan, panikə düşürlər. Hamısı komada olur. Sonra Musa deyir, sən Allah bunları dirilt. Təbii ki, Musa da ayılır bir müddətdən sonra. Sonra dirəşəcəklər ki, apardın bu debilləri öldürdün. Sənin Allahın onları məhv edir, da sərci qəbul edilməyəcək. Həm də şahidlərdir də bunlar. Beləliklə, əgər dağ o işığı, zərrəni qəbul edəməyib parçalanırsa, insan fiziki bədən nətər dözə bilər o təzyiqə? Təbii ki, telefonda olduğu kimi də 220-ni sən qoşa bilmərsən telefona, adapteri var. Onu telefonun o sxemasına, nə bilim, platalarına, nələrinə görə, fiziki bədəninə görə onu uyğunlaşdırır. Burada da həmin bu saplaq ki var, buradan gələn informasiyanı o cür neçə volt eləyirsə, yəni insanın bədənini ona dözə bilir, tab gətirir. Bax, belə bir şeydir. Daha nə qaldı? Ağacla filanla. Bunlar ölürlər, düşürlər yerə. Sonra torpaqda minerallanıb, gübrəyə çevrilib, təzədən enerji formasında ağaca qaydırırlar və burada yenidən yaranırlar. Artıq buradakı xəttlər bu dəfə buydusa, gələn dəfə bunun təkrarı olmur. Yəni, alimlərin dediyinə görə, bu tədqiqatçıların, dünyada nə qədər yarpaq varsa, onların üstündəki o barmaq izi kimi də xəttlər falanlar heç biri bir-birinin kopyası deyil. Hamısı fərqlidir. Hər şey fərqlidir. Qar dənələri belə fərqlidir və maraqlı o tərəfidir ki, bütün yaradılış dövründə, yəni gələn il, o birisi il, ondan da o birisi il, nə qədər qar yağırsa, qar dənələri bir-birinin təkrarı deyil. Eyni ilə də ağacların yarpaqları. Neçə sezon dəyişsin, dəxli yoxdur, elə başqa-başqa şeylər, cizgilərdir. Düzdür, bunu belə gözlə adam oxşadır, bir-birinə oxşamır. Bu, bundan onsuz da böyükdür, tutalım. Və yaxud da ki, bunda xəttlərin sayı azdır, bunda çoxdur. Və yaxud da bunda araları nəsə bir yol tapırlar da orada. Yəni, yaradan, ona görə yaradan da. O, nə vaxtsa yaradıb, ondan bitməyib ki, o bu dəqiqədə yaradır. Adəm nədir? Atomdur da. Bu dəqiqədə atomlar yaranır. Və onlara ilahi dərk verilir. Şuur verilir və s. Biz də dünyamızı dəyişəndən sonra yığdığımız məlumatları depoluyuruq və həmin baza ilə təzədən həyata qayıdırıq. Ona görə də bunun canında var. Harada o mikrosxemadır, onun platası deyək, flash kartı deyək, nədirsə, informasiya oradadır. Belə, çox sağ olun ki, dinlədiniz, izlədiniz. Düzdür, köhnə mövzulardır. 5-ci boyda daha dərin mövzular var. Konkret necə bundan söhbət edib, necə enerjisini almaq olar. Yəni, vaxtilə ona verdiyin enerjini. Və s. və s. İstər buna, istər dənizə, istər, nə bilim, dağa və s. Torpağa da eyni. Yəni, bütün ünsürlərə. Bunların meditasiyalar da var, nə bilim.
metodikalarda vesaire vesaire. Burada ise sadece öyle böyle yüngül bir hırda sade arxivdən olan köhnə mövzulara toxunduq. Gəlin təbiətə, gəlin meşəyə, arada çıxın. Təbiətlə ünsiyyətdə olun. Çox mükəmməldir. Həqiqətən. Başqa bir dünyadır bu. Burada bir dənə qanun işləyir. Məhəbbət qanunu. Təbii ki, təcrübə də lazımdır ki, burada azmayasan. Nə bilim. Nəsə də buradan da yıxılmasın, üzü aşağı ora. Biraz idmançı da olmasan, heç olmasa çevik olmalısın. Sonra bir bazda məlumat olmalı ki, qarşıma ayı çıxsa, canavar çıxsa nə edə bilərsən? Açığı mən də bilmirəm nə etmək lazımdır, amma eşitdiyimə görə qaçmaq lazım deyil. Çünki ayı səndən daha tez qaçar, sən də burada qaçsan, yıxılasan və o da gəlib deyəcək, aha, meyit qatov. Aparın balalarım yesin. Ən salamatı ruhundan yapış və diyan yerində. Bəziləri o vaxtda meşədə olunur, yazırdı ki, bəs qorxmursunuz orada. Yox, belə normada qorxulu deyil, amma prosta bizə uşaqlığından o sənədi filmlər göstərilirdi. Meşədə nə bilim cəmaatın başına gəlir, heyvanlar gəlib parçalayır, təliyə düşür, yıxılır, qalır orada xəbərsiz, nə bilim, aylarla, telefonla çəkmir. Yəni, belə bir şeylər, şuur altı nələrsə var, o da çox işləmir. Sadəcə arada bir quşlar budaqları dəyər, elə bir səs salırlar ki, yəqin iri quşlardır onlar. Şaq, şuq, şaq, tak, tak belə səslər gəlir. Deyirsən, nədir görəsən o? Sağa sola baxırsan, ehtiyat tədbiri olaraq. Amma belə çox zövqlü bir şeydir. Çox mükəmməl bir şeydir. Həqiqətən. Təbiət qədər insana doğma, insana yaxın heç nə yoxdur. Bax, gəlmişəm də demir ki, mənə pul ver. Sən niyə gəlmirsən, kimsən, nə bilim, hardan icazə almısan mı, yoxsa yox. Sənədləri bir göstər. Nə səslərdir bu? Bu İsmail'də meşədə də var bu səs. Yeriyirdi, sənlə bərabər xırş-xırş səslər gəlirdi. Yəni, öz səsində nə vardı? Şöyle arxaya baxsan, bir saniyədə bir echo kimi gedir, dayanırdı. Meşənin ruhu var da. Belki de burada neyse taxtalayırsan, yazığını arat edirsən. Allah bitməz. Neyse, oradan keçmək olmayacaq. Gedim görüm hardan daha bir yuxarı qalxma olar, dərinliklərə. Yol axtaraq burada. Əyləncəli bir şeydir, valla. Dağa dırmaşmaq, meşədə gəzmək qədər mükəmməl bir şey yoxdur. Gəlin, ruhunuzu dincəldin. Təbiətin ruhuna bir toxunun. O da sizin ruhunuza toxunsun. Bunlar sizdən heç nə tələb etməyəcək. Əksinə xoş gəlmişsən deyəcək. Sevgi ilə qarşılayacaq. Baxmayaraq ki, bəlkə də dürənlərsən, hansı ağacı kəsmirsən, təbiətə ziyan vurmuşsan, zibilləmişsən təbiəti. Bu sənə küsülü deyil, kinli deyil. Çünki valideyninsən, yeganə doğma valideynin və səni onun qədər kimsə sevə bilməz. Bax, torpaqdan yaranmışsan, sənin bütün tərkibinin, bu ağacın tərkibində nə varsa o, ulduzun tərkibində olan, havada olan, bütün o kimyəvi elementlər hamısı səndədir. Fizik tərəf və mənəvi tərəfdə yaradan özü və bütün varlıqlar yer üzündə mələk, cin, it, pişik, nə deyirsən, hamısının energetik şeyləri var sizdə, izləri. Siz bütövün mini qalagram versiyası da belə deyək. Öyle
Mikrob necə gəzir? Gözü görsənməz bir mikrob. Hansısa bir nəyinsə içində. Biz də bu bütün bu fiziki təbiətin, o bədəni də bunun. Onun içində gəzirik. Səyahətdəyik. Teşekkür ederim. İzlediğiniz için. Var olasınız. Size bak bu təbiətdən salamlar. Nəfəsinizi içəri çəkin və təbiətin enerjisini çəkin özünüzə. İcazə verin, təbiət şəfalandırsın sizi. Mənfilikləri nə varsa hamısını götürsün. Xəstəliklərinizi götürsün. Uğursuzluqlarınızı götürsün. Negativlərinizi götürsün. Ağrıları götürsün. Əziz təbiət, əziz yaradanım, əziz varlıq aləmi, əziz ruhum. Bu videonu izləyənlərə şəfa ver. Fizik olaraq, mənəvi olaraq, ümumiyyətlə. Onlardan bütün ağrıları götür. Yüngülləşdir onların işlərini. Yollarını açıq elə. Onlara gözəl bir enerji ver. Amin. Aldık, qəbul etdik. Teşekkür ederim. Təbiətə də, onun ruhuna da, sizlərə də.